Deməli, bu sualda baxırıq ki, 2-nin yerləri hardadır? Deməli, 2 birinci və ikinci yerdə ola bilər. Daha sonra birinci və üçüncü yerdə, birinci və dördüncü yerdə, ikinci və üçüncü yerdə, ikinci və dördüncü yerdə və nəhayət üçüncü və dördüncü yerdə. İndi burada bunların saylarını tapsaq, bilirik ki, 16-lıq say sistemində 16 dənə simvol mövcuddur. Burada birinci yerdə bir dənə simvol var, ikinci yerdə də bir dənədir. Üçüncü yerdə 2-nin yanında tək rəqəmlər olmalı deyildiyinə görə 16-lıq say sistemindəki tək rəqəmlər saysaq 8 dənədir. Bura isə 15 dənə olacaq. Çünki 16-lıq say sistemində 16 rəqəm var. Ancaq bura 2-nin özü olmaz. Çünki 2 dənə 2 rəqəm olmalıdır. Yəni üçüncü olmayacağına görə bura 16 yox 15 götürürəm. Olur 120. Daha sonra bu 2-nin yanında bura 8, bu da 2-nin yanında burada 8. 1, 1. Bura olur 64. Burada yine 2'nin yanıdır. Tək sayda olmalı 8. Bu da 8. 1, 1. Bu da 64. Bu da həmçinin 8, 1, 1, 8. Bu da 64. Bu da eyni formada 8, 1, 8, 1. Bu da 64. Çünki hamısı 2'nin yanıdır. Burada gələndə bura 2'nin yanıdır. 8, 1, 1. Bura isə 2'nin yanı deyil. Bura nə həm 0, həm də 2 ola bilməyəcəyinə görə, yəni 16-dan 2 dənə çıxanda bura qalır 14 dənə. 14'ü 8'ə vuranda alınır 112. Sonra isə bunları toplasaq 120 üstə gəl 4 dənə 64 eləyir 256 üstə gəl 112. 120-nin üzərinə 256 gəldikdə olur 376. Bu da 112. Əlavə etsək alarıq ki 488. Cavabımız oldu bu.